Hər vaxtınız xeyir olsun aziz dostlar. Bugün üçün belə bir evin çəkilişinə gəlmişik. Mən deyim ki, dostlar, belə bir qiymətə, belə bir ev bazarda tapmaq çox çətindir. Belə bir ev tapmaq çox çətindir. Evimiz 3 otaqdan ibarətdir. Çox gözəl təmiri, çox gözəl dizaynı. Evimizin maşın girəcək həyəti də var. Sonda o həyəti də çəkib sizə təqdim edəcəm dostlar. Belə bir yataq otağı genişliyi bir dənə. Baxın, zəhmət olmasa videomuzu sona qədər izləyin. Evimizin qiyməti barəsində ümumi ətraflı məlumat verəcəm sizə. Belə bir geniş yataq otağı, çox səliqəli, təmiz, zövqlə dizayn olunmuş, aboylarının zövqlə seçilmiş, çox səliqəli bir evimiz var. Evimizin yerləşmə yeri Xırdalanda Təbriz marketə yaxın ərazidə. 2 nömrəli, 9 nömrəli, 7 nömrəli, 5 nömrəli, 8 nömrəli məktəblərə piyada məsafəsi. Dostlar, bu növbəti bir yataq otağımızdır. Belə gözəl bir yataq otağımız var. Onu da deyim ki, evimizin otaqların pəncərəsinin qarşısında maneə yoxdur. Öz həyətinə baxır. 1 metr təxmini məsafəsi var. Gün işığı da düşür, hava da düşür. Evimiz belə çox gözəl, təmiz, səliqəli bir şəkildə hazırlanıb, tikilib. Belə bir geniş otaqla sizi təqdim elədim dostlar. İndi keçək evimizin mətbəxi ilə sizi tanış eləyim. Belə bir mətbəxi də var evin. Dostlar, yenə deyirəm, Xırdalanda Təbriz marketə yaxın məsafədə yerləşir. Belə bir səliqəli mətbəxi. Ev köhnə tikili evdir, yeni tikili ev deyil, köhnə tikili evdə oturuşmuş evdir evimiz. Bu qiymətə bazarda belə bir ev tapmaq mümkün deyil. Bu evimizin koridoru, bu evimizin əsas giriş qapısıdır dostlar, dəmir qapıdır. Sonda evimizin həyəti ilə sizə tanış eləyəcəm tam şəkildə. Belə bir koridor sistemidir. Burada hamam, tualet ayrı-ayrıdır. Sanitar qovşaq, necə deyərlər, ayrı-ayrıdır. Çox da indi keçib içəri çəkmirəm dostlar. Yaşayışlı olan evdir, təmiz, səliqəli evdir. Keçək indi sizə evin həyəti ilə də tanış eləyim. Maşın girəcək bir həyəti var evimizin. Geniş bir evdir. İşitmə evimizdə İran peçidir. Və dostlar, belə bir həyətimiz var. Burada əl qapısıdır. Əl qapısını söküb darvaza qoysaz, maşın keçəcək həyət. Amma hal-hazırda əl qapısı kimi qalıb. Belə gözəl, xudmani bir həyəti var. Dostlar, evimizin qiyməti 72.000 manat başlanğıc startı bu qiymət. Real müştərilərə real endirim olacaq. Sizin də satmaq istədiyiniz əmlakınız varsa bizimlə əlaqə saxlayın. Almaq istədiyiniz əmlak da varsa hər bir zövqə, hər bir qiymətə uyğun evlərimiz mövcuddur. Nömrələrimiz səhifədə qeyd olunub. Bizimlə əlaqə saxlayın. Gəlin, baxın. Gününüz uğurlu olsun dostlar.